biz artıq uzun illərdir ki, Özbəkistana gəlirik. Bizim Özbəkistanlı həmkarlarımızla, jurnalistlərimizlə çox yaxşı münasibətlərimiz var. Mən Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvüyəm və bizim Özbəkistan Jurnalistlər Uyuşması ilə memorandumumuz var. Biz çox tez-tez yoş jurnalistləri Özbəkistandan Azərbaycana dəvət edirik. Eyni zamanda Azərbaycanlı yoş jurnalistlər də bura gəlirlər. Təcrübə mübadiləsi aparırlar və düşünürəm ki, əslində Azərbaycan və Özbəkistanın tarixi, mədəniyyəti bütün dünyaya nümunə ola bilər və biz də əslində media nümayəndələri, jurnalistlər bu həqiqətləri bütün dünyaya çatdırmalıyıq. Çünki biz məktəbdə oxuyanda Əlişir Nəvainin əsərləri ilə böyüdük. Bizim kitablarımızda onun əsərləri var idi, onu oxuyurduq və ondan sonra Əmir Teymurun qəhrəmanlıq dastanlarını oxuduq və türk dünyası həqiqətən də çox böyükdür, çox birdir və bizim elə prezidentimiz cənab İlham Əliyevin də bir çıxışı var ki, bu bizim hər bir jurnalist üçün, hər bir vətəndaş üçün yol xəritəsidir ki, o bildirir ki, bizim ailəmiz türk dünyasıdır və bizim başqa ailəmiz yoxdur. Yəni ki, ona görə də Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızstan, Türkmənistan, bax bu türk dünyası ölkələri bir olmalıdırlar və bizim elə ustadımız dediyi kimi biz bir-birimizi yaxından tanımalıyıq. Çünki biz öz kimliyimizi bilsək, öz kimliyimizə qayıtsaq, əmin olun ki, dünyada heç bir güc, heç bir qüvvə türk dünyasının, Azərbaycanın, Özbəkistanın qarşısında dura bilməz. O baxımdan da bax bu cür səfərlər çox önəmlidir ki, sizi də mən dəvət edirəm. Yəqin ki, ustadımız Azərbaycanda olub. Yəni gələrsiniz Azərbaycana, elə bizim Bakımız, Gəncəmiz, Qarabağımızla yaxından tanış olasınız. Necə ki, biz bura gələndə Səmərqənd, Buxara, Daşkənd, Xivə kimi tarixin əsas kökü məsələ buradan yayımlanıb. Yəni ki, bu dəqiqə mən düşünürəm ki, bütün dünyaya, dünya tarixinə, dünya mədəniyyətinə ən böyük töhfələr verən Özbəkistan dövləti, Özbəkistan xalqını biz daha da geniş işıqlandırmalıyıq, daha da yayımlamalıyıq və dünya cahan çempionatından söz düşdü. Mən sizi inandırım ki, Özbəkistanın oyunları olanda, futbol oyunları olanda bütün Azərbaycan xalqı bu oyunu çox böyük həyəcanla gözləyirdi. Hətta belə deyim də, Bakıda, digər şəhərlərimizdə hamımız bunu izləyirdi. Çünki Özbəkistanın dünya cahan çempionatında olması bütövlükdə türk dünyasının uğuruydu və çox sevindirici haldır ki, əslində bax bu həm də Özbəkistanda nə qədər güclü yoşlar politikasının olduğunun göstəricisidir ki, biz görürük ki, təkcə cahan çempionatı deyil. Ondan başqa olimpiya oyunlarında Özbəkistan idmançılarının, sporcularının qazandığı uğurlar, medallar onun demək əsas verir ki, həqiqətən də Özbəkistan günü-gündən inkişaf edir və bu da